Toyota deyəndə ağlımıza ilk olaraq avtomobillər gəlir. Amma maraqlıdır ki, Toyota'nın hekayəsi heç də avtomobillə başlamayıb. Bu hekayənin başlanğıcında Sakichi Toyota adlı Yapon ixtiraçı dayanır. O 1867-ci ildə Yaponiyada anadan olmuşdu və uşaqlıqdan mexanizmlərə böyük maraq göstərirdi. 1924-cü ildə isə onun ən məşhur ixtiralarından biri ortaya çıxdı: avtomatik toxuculuq dəzgahı. Bu dəzgahda problem yarandıqda proses avtomatik dayandırılırdı. 1933-cü ildə şirkət daxilində avtomobil bölməsi yaradıldı və mühərriklər üzərində iş başladı. 1936-cı ildə Toyota'nın ilk seriya minik avtomobili model AA təqdim edildi. Bir il sonra 1937-ci ildə isə Toyota Motors Company rəsmi olaraq yaradıldı. Bundan sonra Toyota sürətlə böyüməyə başladı. Şirkət keyfiyyətə və istehsalda israfın azaldılmasına xüsusi diqqət yetirdi. Bu yanaşma sonradan Toyota Production System adı ilə bütün dünyada tanındı. İllər ərzində Corolla, Camry, Land Cruiser, Supra və Prius kimi modellər Toyota'nı dünya miqyasında məşhurlaşdırdı. Bugün Toyota dünyanın ən tanınmış avtomobil istehsalçılarından biridir. Amma bu böyük şirkətin hekayəsi bir avtomobillə yox, bir toxuculuq dəzgahı ilə başlamışdır. Bəs siz növbəti videoda hansı avtomobil markasının tarixçəsini görmək istəyirsiniz? Şərhlərdə yazın, ən çox adı çəkilən markalardan birinin tarixçəsini növbəti videoda araşdıraq. Videomu bəyəndinizsə kanala abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək.